Herkese salam. Bugün 9-cu siniflərin buraxılış imtahanında şəkilli esse yazmağın bütün sirlərini öyrədəcəm. Bu videonun sona kimi izləsəz, sonda mükəmməl bir esse yazmağı bacaracaqsınız. Nələr əsasən qiymətləndirilir, hansı meyarlar əsasında qiymətləndirirsiniz, nəyə görə hansı balı alırsınız, bütün bunları öyrədəcəm. Gəlin başlayaq. Əvvəlcə meyarlarımızdan. Şəkilli esse əsasən təxminən tip bir meyar cədvəli əsasında qiymətləndirilir. Məzmun, ardıcıllıq, qrammatika və leksik bazı. Hər birinə ayrı-ayrılıqda bal verilir, sonda bu ballar toplanır və bəzi cərimələr tətbiq olunur səhvlərinizə görə. Gəlin əvvəlcə məzmuna baxaq. Məzmundan əgər, əsas məqam buradadır, məzmundan 0 alsanız, avtomatik olaraq tamamilə 0 almış olursunuz. Buna görə də məzmun çox önəmlidir, məzmuna diqqət edin. Bəs məzmun dedikdə nə nəzərdə tutulur, nə qiymətləndirilir? Tam balıq meyarlara əsasən məzmunumuz hər üç şəkli əhatə edən bir hekayə formasında olmalıdır. Hər üç şəkli əhatə etməlidir və bu şəkilləri sadəcə təsviri xarakterdə yox, hekayə formatında təqdim etməlisiniz. Bir gün bir hadisə baş verdi, bu zaman belə oldu, daha sonra, yəni bütün hekayəni ardıcılığı ilə başlanğıcı, əsas hissəsi və sonu olan bir hekayə formasında təqdim etməlisiniz. Bu zaman mütləq şəkildə təxəyyülünüzü işə sala bilərsiniz. Təxəyyülünüzü deyərkən, yəni orada olan iştirak edən xarakterlərə adlar verə bilərsiniz. Onların arasında müəyyən əlaqələr qura bilərsiniz. Məsələn, onlar dost idilər və ya o onun atası idi, anası idi, bacısı, qardaşı idi və s. sinif yoldaşı idilər. Dialoqlar daxil edə bilərsiniz hekayənin içinə. Məsələn, iki uşaq görünürsə, onlar arasında kiçik bir dialoq. O bunu dedi, bu belə cavab verdi kimi kiçik bir dialoqda içərisinə daxil edə bilərsiniz. Dialoqu iki formada verə bilərsiniz. Ardıcıllıqla gedən hekayənin daxilində dırnaq içində, 2 nöqtə qoyub dırnaq içində və ya bildiyimiz şəkildə alt-alta xətlər qoyaraq alt-alta da verilə bilər dialoqlar. Və məzmun şəklə uyğun olmalıdır mütləq şəkildə. Bu zaman söz bazamız isə 35 sözdən artıq olmalıdır. 35 sözdən az olsa, 34 söz belə olsa, tam balla qiymətləndirilə bilməyəcəksiniz. 1 bal almaq üçün isə məzmundan, əgər sizin esseniz, hekayəniz təsviri xarakter daşıyırsa, heç bir birləşdirici əlaqələr istifadə olunmur, birləşdirici vasitələr istifadə olunmur, məntiqi ardıcıllıq gözlənilmir. Sadəcə şəkilləri təsvir edirsiniz. Şəkildə onu görürəm, belə olur. Bu kimi yazmış olsanız, məzmununuzdan tam bal ala bilməyəcəksiniz. Məzmun zəif xarakterli olarsa, yenə dediyimiz kimi bütün şəkilləri əhatə etmir, zəifdir. Oxuyan bu essedən, hekayədən az məlumat alır, yəni geniş məlumat almır. Kənarlaşmalar və müəyyən qədər ixtisarlar var. Diqqət edin, burada müəyyən qədər kənarlaşmalar, ixtisar olarsa 1 bal ala bilərsiniz. Tamamilə mövzudan kənar, şəkildən kənar, tamamilə ixtisarlar olarsa, bu zaman 0 bal alacaqsınız. 0 balın meyarları isə mövzudan tamamilə kənardır. Yəni, şəkildə 2 uşaq və 1 top verilib, siz burada danışırsınızsa ki, ata və ana evdə oturub söhbət edirdilər, bu kimi bir hekayə qurulsa, təbii ki, bu tamamilə mövzudan kənardır. Sonra, şəklə istinad edilməyib, yenə dediyim kimi, şəkil bir kənarda qalıb, şəkillərdəki heç bir hadisələr, heç bir təsvirlər ifadə olunmayıb, sadəcə fərqli bir şey yazılıb və anlaşılmır, yazdığınız hekayə anlaşılmırsa, sadəcə söz yığınından ibarətdirsə, 20 sözdən azdırsa, buna diqqət edin. Baxın, 35 sözdən çoxdursa tam baldır. 35 və 20 arasıdırsa, yenə 1 balı qiymətləndirilə bilər, əgər bütün bu meyarlara əməl olunubsa. Yox, əgər 20 sözdən aşağıdırsa, artıq 0 bal alacaqsınız. Və bir məqam da budur ki, işarə qoyulub, ad soyad yazılıb. Yəni, şagirdlər bəzən görürsən ki, öz adlarını, soyadlarını yazırlar, yazan filan kəsdir, kiməsə işarə göndərirlər. Bu zaman bu hallar qətiyyən yol verilməzdir. Buna görə də yenə 0 bal alır şagird. Davam edək. Əgər məzmundan 1 və ya 2 bal almışsınızsa, mətnin ardıcılığı qiymətləndiriləcək. Mətnin ardıcılığı qiymətləndirilərkən şəkillərə uyğun ardıcıllıq nəzərdə tutulur. Yəni, hekayəmizin birinci şəkilə əsasən başlanğıcı verilir, ikinci şəkilə əsasən əsas hadisələr verilir və üçüncü şəkilə əsasən conclusion, nəticə, sonluq verilir. Növbəti məqam ardıcıllığın qiymətləndirilməsidir. Mətni hansı ardıcıllıqla yazmışsınız? Yəni, şəkillərə uyğun ardıcıllıqla davam etməlidir. Məntiqi, rabitə və birləşdirici vasitələrdən istifadə olunmalıdır. Yəni, sadəcə cümlələr, nöqtə və vergüllə ayrılmış cümlələr deyil,
süjet xətti olan bir hekayə qurulmalıdır və bu hekayənin cümlələri birləşdirici vasitələrin köməyi ilə bir-birinə birləşdirilməlidir. Bir cohesive devices adlanır bunlar ingilis dilində. İnternetdə yazıb araşdıra bilərsiniz. Beləliklə, sonda, nəticədə, bundan sonra, daha sonra bu kimi ifadələr cohesive devices hesab olunurlar. Məntiqi rabitə isə, yəni cümlələr həm də məntiq olaraq bir-birini izləməlidir. Yəni başlanğıc verməliyik, bunun ardından gələn hekayələr bir-birinə uyğun olmalıdır və sonluq verməliyik. Ardıcıllıq qrammatikada leksik bazda qiymətləndirilərkən ballar 1 bal, 0,5 bal və 0 bal olaraq verilir. Tam bal 1 baldır, onun meyarlarını qeyd etdim. Yarım bal almaq üçün burada əlaqə pozulub, meyarlarımızdan biri budur. Yəni, məntiqi əlaqə, birləşdirici vasitələrin köməyi çox istifadə olunmuyub. Əsasən, durğu işarələrindən istifadə olunur. Birləşdirici vasitələrdənsə yalnız biri məsələn istifadə olunur və yaxud yalnız biri təkrar istifadə olunur. 0 bal isə yarım ballıq meyarlara uyğun deyilsə, cavab 0 balla qiymətləndiriləcək. Qrammatikanın yoxlanılmasında isə əsas 2 məqam var. Bağlayıcılardan istifadə edərək mürəkkəb cümlə qurulmasıdır. Mürəkkəb cümlə qurulması. Bəli, əsas məqam qrammatikada budur. Əlbəttə ki, qrammatik cəhətdən cümlələr düzgün qurulmalıdır. Burada, məsələn, sözünləri düzgün istifadə olunmalıdır. Artikellərdən müəyyən qədər düzgün istifadə olunmalıdır. Cümlənin qurulma qaydası, cümlə strukturu düzgün olmalıdır. Uzlaşmalar, ismin halları və s. Bunlar hər birinə riayət olunmalıdır. Lakin ən vacib məqamlardan biri də əgər tam bal almaq istəyiriksə qrammatikadan da, bu zaman mütləq bir mürəkkəb cümlə ən azından istifadə olunmalıdır sizin hekayənizdə. Əgər mürəkkəb cümlə yoxdursa, yalnız sadə, amma düzgün qrammatik qaydalardan istifadə olunubsa, bu zaman yarım bal alacaqsınız. 0 bal isə bunların, yəni 0,5 balın meyarlarına uyğun olmadıqda, bu zaman 0 balla qiymətləndiriləcəksiniz. Leksik bazada da həmçinin tam bal, yəni 1 bal almaq üçün zəngin sözlər və söz birləşmələrindən istifadə olmalıdır, mövzuya uyğun. Təkrarlara çox yol verilməməlidir. Çalışın ki, sözləri əgər 2-3 cümlədə eyni sözdən, eyni mənanı verən sözdən istifadə edəcəksinizsə, sinonimlərdən istifadə etməyə diqqət edin. Və orfoqrafik qaydalara riayət olmalıdır. Sözlərin yazılışı düzgün olmalıdır. Əgər söz bazası zəifdirsə, yəni sizin söz bazanız fikrinizi tam aydın şəkildə ifadə etməyə, hekayəni anlaşılan şəkildə qurmağa mane olursa, amma yenə də ardıcılığı, süjet xəttini izləmisiniz, çox sadə sözlərdən, təkrarlara dəfələrlə yol verə-verə qurmusunuzsa hekayəni, məzmun normaldır, ardıcıllıq normaldır, ancaq söz bazası çox zəifdirsə, bu zaman yarım balla qiymətləndiriləcəksiniz. 0 bal isə dediyimiz kimi yenə yarım balı meyarlarına uyğun gəlmirsə 0 balla qiymətləndiriləcəksiniz. Ballar nə zaman çıxılır? 2 bala qədər göz yumulandı, güzəşt olunur. 2 səhvə qədər güzəşt olunur. 3-5 səhvə görə 0,5 bal çıxılır. 6-dan çox səhvə görə isə 1 bal çıxılır. Yəni, təxmini bir hesablama aparaq. Əgər siz məzmundan 1 bal almışsınızsa, ardıcıllıqdan 1 bal almışsınız, qrammatikadan deyək ki, 0,5 bal almışsınız, söz bazasından 0,5 bal almışsınız, toplamda sizin balınız 3 bal edir. Lakin sizdə 6 və yaxud 6-dan çox səhv var, bu zaman 1 bal çıxılacaq və 2 balla qiymətləndiriləcəksiniz. Ümumi esse balınız 2 olacaq. İndi isə gəlin nümunə essələrimizə baxaq. Tim test topuzu 9-cu sinif 2025-ci il nəşriyyatından səhifə 306-da verilmiş 35 nömrəli şəkli. Şəklə diqqətlə baxırıq. Birinci şəkildə görürük. Ata, bacı və qardaş da, böyük qardaşla bacı da verə bilərsiniz. Sizin təxəyyülünüzdən asılıdır. Və qız. Ata sayır. Counts. Yəni bunlar gördüyümüz kimi oynayırlar. Hide and seek oyunu oynayırlar. İkinci şəkildə görürük ki, qız dolabda gizlənir, şkafda gizlənir. Wardrobe və yaxud closet. Birini istifadə edə bilərsiniz. Wardrobe British formasıdır. Closet American formasıdır. Və sonuncu şəkildə conclusion'da görəcəyik ki, ata gəlib qızı tapır. Lakin qız yatır. Sleeping.
Father finds. Gəlin indi hekayələrimizə baxaq. 3 formada hekayə yazmışam. Birincisi mürəkkəb, ikincisi orta, üçüncüsü isə sadə. Mürəkkəb yazdığımda 125 söz istifadə etmişəm. Ortada 68 söz, sadə olanda isə 46 sözdən istifadə etmişəm. Bunu niyə görə bu cür yazdım? Sadəcə müqayisə edin ki, nə qədər mürəkkəb yazırsınızsa, nə qədər sadə yazırsınızsa, bu sizin özünüzün yenə də təxəyyülünüzdən, özünüzün dil biliyinizin nə qədər zəngin olmasından irəli gəlir. Lakin əsas qiymətləndirmə meyarlarına diqqət etməlisiniz. Mümkün qədər sadə də yaza bilərsiniz, lakin bütün qiymətləndirmə meyarlarına riayət edirsinizsə, yenə də tam bal alacaqsınız. Baxaq, it was a Saturday afternoon. Bu cürdə başlaya bilərik. Özünüzdən hər hansı bir gün verə bilərsiniz. Hər hansı bir zaman, öz təxəyyülünüzə əsaslanın. And Jane's father, Sam, was at home. Since she loved playing with her father, she didn't go to the playground and asked him, Dad, let's play hide and seek. Her father agreed, closed his eyes, and started to count. 1, 2, 3. Meanwhile, Jane hid inside her wardrobe, which was her favorite hiding spot. Then her father started to look for her, but couldn't find Jane. As it took longer than usual to find his daughter, Sam began to worry. Suddenly, he remembered that Jane loved hiding in her wardrobe. In the end, when the father opened the wardrobe door, he saw his daughter sleeping inside. He smiled with surprise and relief on his face. Diqqət edirsinizsə, burada diyaloqdan istifadə olunub. Birləşdirici vasitələrdən istifadə olunub. Meanwhile, then, suddenly, in the end və s. Since bağlayıcısı ilə mürəkkəb cümlə qurulub. But bağlayıcısı ilə mürəkkəb cümlə qurulub. As bağlayıcısı ilə mürəkkəb cümlə qurulub. When bağlayıcısı ilə yenə mürəkkəb cümlə qurulub və s. Və yenə də bütün qrammatik, leksik, orfoqrafik qaydalara da riayət olunub. Söz bazası isə kifayət qədər zəngindir. İkinci hissəmizə baxaq. One Saturday afternoon, Jane and her father start playing hide and seek at home. As Sam starts counting, Jane hides in her favorite spot, the wardrobe. Then the father begins to look for his daughter but cannot find her and gets a bit worried. Suddenly, he remembers the wardrobe and rushes there. When he opens the door, he sees Jane sleeping inside. He smiles with surprise and relief. Burada diqqət edirsinizsə, ikinci esse, hətta üçüncü essedə indiki sadə zaman present simple tense formasında istifadə olunub. Baxmayaraq ki, birincidə past simple tense forması istifadə olunmuşdur. Bunu nəyə görə belə etdim? Diqqətinizi çatdırmaq istəyirəm ki, şəkilli esselerin təsvirində, ümumiyyətlə, hekayə danışarkən, baş vermiş bir hadisəni nəql edərkən, əsasən present simple tense istifadə olunur və ya geçmişdə baş vermiş hadisəni elə həmin zamanda vermək istəyirsə, past simple tense zaman formasında istifadə edirik. Bəzən şagirdlər cümlənin birini past simple, birini present simple formada verirlər. Buna görə bal itirirlər. Buna görə də ya sadəcə past simple tense formasında yazırıq sona qədər, yaxud da present simple tense formasında yazırıq sona qədər. Yəni, ya şəkli təsvir edilmiş kimi, bir hekayə danışırmış kimi yazırıq, ya da keçmişdə baş vermiş bir hadisəni nəql edilmişik kimi yazırıq. Belə, davam edək. Burada diqqət ediriksə, baxın, yenə birləşdirici vasitələrdən istifadə olunub. Then, suddenly, daha sonra bağlayıcılardan istifadə olunub. Bağlayıcılar vasitəsilə mürəkkəb cümlə qurulub. Baxın, mürəkkəb cümlə qurulub bağlayıcılardan. But bağlayıcısı ilə mürəkkəb cümlə qurulub. When bağlayıcısı ilə mürəkkəb cümlə qurulub və s. Üçüncü hekayəmiz isə ən sadə formadır. One day, Jane and her father Sam play hide and seek at home. While Sam counts to 3, Jane hides in her wardrobe. After a few minutes of searching, Sam finally finds her sleeping inside the wardrobe. He smiles and decides to carry Jane to her bed. Burada isə qısa olaraq təsvir verilib, çox detallara, çox xırdalıqlara yer verilmədən sadəcə şəkillər aydın şəkildə izah olunub. Bizə əsas nə lazımdır? Bizə əsas lazımdır ki, şəkillərdə verilən hər şey təsvir olunsun.
Və burada da görüldüyü kimi məzmun xətti tamdır. Ardıcıllıq gözlənilib. Birinci şəkil başlanğıc kimi verilib. İkinci şəkildə hadisələr qeyd olunub. Üçüncü şəkildə də yekun nəticə olaraq verilib. Təxəyyüldən istifadə olunubmu? Bəli, təxəyyüldən də istifadə olunub. Personajlara adlar verilib. Onların düşüncələri belə əks etdirilib. Birləşdirici vasitələr istifadə olunub. Bəli, after a few minutes of searching birləşdirici vasitədir. Daha sonra one day həmçinin hesab oluna bilər. Daha sonra bağlayıcılarla mürəkkəb cümlə qurulubmu? Bəli, qurulub, mürəkkəb cümləmiz yerindədir. Növbəti birləşdirici vasitə, baxın, finally həmçinin istifadə olunub. Beləliklə, bütün qaydalara yenə riayət olunub, lakin daha sadə formada. Əgər videonu sona kimi izlədirsə və faydalı hesab etdirsə, bəyənməyi, paylaşmağı və abunə olmağı unutmayın. Bu video həm buraxılış imtahanına hazırlananlar, həm hazırlıq keçən müəllimlər, həm də marker olmaq istəyən müəllimlər üçün faydalıdır.